Dostlar salam, xoş gördük hər birinizi. Necəsiz? Biz 2 gün idi ki video paylaşmırdıq. Səbəbi bizim balaca şirin şəkər Zeynəbimiz xəstə idi. Ona görə də bugün Zeynəb tam sağalmayıb, amma azca sağalıb. Bugün biz video çəkmə qərarına gəldik ki Zeynəbin də keyfi açılsın. Zeynəb, yaxşısan? Afərin sənə. Dostlar biz bugün bir challenge çəkəcəyik. Böyük, orta və kiçik. Zeynəb başlaya. Tamam. Başladıq. Deməli dostlar biz bu kiçik vərəqlərdə yazmışıq. Böyük, orta və kiçik sözlərini. İndi mən bunu stolun üzərinə qoyacağam və kim hansını seçsə, yəni oyun ona görə davam edəcək. Asiman karıştırır. Zeynoş sen de götür. Görək kimi. Sənə 3 düşüb. Aha, Heydər böyük. Orta. Zeynoşa da yəqin ki kiçik düşdü. Baxın, oy açanda cırdı Zeynoş. Eyb yoxda heç nə olmaz. Hə, deməli Heydər böyük düşdü. Asimana orta və Zeynəbə kiçik. Tamam. Zeynoş, bu oyundur. Anaya qulaq as, bu oyundur. Sən bu oyunda udada bilərsən, sən uduza da bilərsən. Ayca. Hə, yaxşı, tamam. Baxın, hər kəsin verirəm. Gözdə Zeynoş. Bu da Zeynoş. Zeynoş çünki sənə elə düşüb anam. Bu da Asimana. Tamam. Zeynəb bizdən küssə də oyuna biz davam edirik. Çünki biz oyunun kurallarına görə hərəkət edirik. Başlayın. Zeynoş küsmə. Çünki sənə balaca kiçik düşmüşdü. Ona görə sən indi onu ye qızım. Sonra sənə böyüyüsü düşəcək. Başla. Ey qızım. Küsmək olmaz. Heç nə olmaz da o küstü bizdən. Çünki o hələ uşaqdır da başa düşmür ki bu oyundur. Qızım, bu oyundur. Maalesef sən cıqqılı yeməlisən. Zeynəb çünki dostlar öyrəşib ki hər zaman hər şeyin ən yaxşısını Zeynəbə veririk evdə. Ona görə də Zeynəb bugün barışmır şansıyla. Zeynoş, sən onu ye, keçək ikinci raundumuza, hə? Dadına bax, gör bəyənirsən onu. Hə, sən şansını sına. Aferin Zeynəbə. Zeynəb yedi. Neyse, keçirik ikinci raundumuzu uşaqlar. Deməli dostlar, bizim Zeynoşumuz biraz küsəyəndir. Zeynoş yavaş-yavaş divandan yerə düşür. Zeynoş görünmürsən. Hə, belə qardaşı ona qıymadı. Öz şirniyyat payının yarısını Zeynoşla bölüşdü. Çox sağ ol Heydər. Qardaşlıq bu demək dedik, bölüşmək. Aferin. Aha, onu da istəmədim. Zeynəb sən nə istəyirsən? Marketə laq gətirək bura. O biri raunda keçək. Tamam. Denən. 1, 2, 3 keçək. Yaxşı 1, 4, 10. Tamam. 1, 2, 3 keçdi ikinci raundumuza. Dostlar biz ikinci raundumuza başladık. Düşürsən. Azimamdan salam ver. Tamam neyse. Dostlar biz ikinci raundumuza başladık. Zeynəb əlini ağzından çıxar. Və deyim ki biz Zeynoşun əlində kağız cırıldığına görə biz bunu dəyişdik, yenisi ilə əvəz elədik. Çünki uşaqlar artıq biləcəkdi ki hansı kağızda kiçikdir. Heç biri də onu götürməyəcəkdi. Neyse başladıq. Heydər nə oldu bismillah. Tövbə. Ay Allah. Verin də onu Zeynoşa. Zeynəbə aferin. Bakalım. İndi Heydər. Kiçik. Orta və Zeynoşa böyük. Zeynəb sənə ən böyüyü düşdü. Öz açacaq. Sənə böyüyü düşüb. Aferin qızım. 3 dənə düşüb sənə. Aferin, aferin. Baxın, Zeynoş böyük. Asiman kiçik idi səndə. Heydər səndə kiçik.
Bence bu necə? Asiman orta. Dostlar, ikinci roundumuzun yeməyi marshmallow. Yəni Başlayalım. başlayın. Zeynəb, niyə yemirsən? Bayaqları böyük çıxmamışdı, davası gedirdi burada. Nə oldu? Sevmirsən onu? Dostlar, bu arada Zeynəb marshmallow sevmir. Bunu da bilirik. O yüzden Zeynəb, sənə təəssüf ki, marshmallow da Asiman yesin, bitirsin, sonra 3-cü raundumuza keçərik, tamam mı? 3-cü raundumuzda da çalış Zeynəb. Böyük qazan, çünki 3-cü raundumuzda çox dadlı bir şirniyyatdır. Asimanı gözləyirik. A few moments later. Asiman bu arada. Asi necədir? Yiyəmsən. Neyse. Keçirik 3-cü raunda. 1, 2, 3. Dostlar, 3-cü raundumuza başladıq və Zeynəb, qarışdırmaq istəyirsən? Al, qarışdır. Və istəyirəm uşaqlar, mən sizə çay verim, çünki şirniyyat yeyirsiniz deyə. Çox yedim. Heydər, sən öz çaşqava. Ehtiyatlı ol, çay istidir. Bu da Zeynəbin çayı. Bizim evdə hər uşağın öz çaşqası var. Bu da Asimanın çayı. Uşaqlar, çay üçün, çünki şirniyyat yeyəmsiz, boğazınız yoynamaz. Azəl belə. Zeynoş. Nəsimdə atmız yox. Hə, Zeynoş, bəlkə bir yerə qoyasan. Aha, Qoyur sənlər. başladıq. Açan görün nə var orada. İnşallah Zeynəb, inşallah ki, sən kiçik Üç orta düşür də yəni. orta. Zeynəb, sən bu dəfə də şans səndən yanadı canım qızım. Böyük düşdü Zeynəbə. Afərin. 3 dənə düşdü. Afərin. Dostlar, 3-cü raundumuzun yeməyi şirniyyatımız paxlavadır. Onsuz da Zeynəb bunu çox istəyir. Asiman al. Başlayın uşaqlar. Zeynoş, sən çayından iç qızım. Al çayından iç. Ehtiyatlı ol, gör isti deyil. Asiman, bir dənə zəhmət olmasa onun çayına belə baxım görüm isti deyil. Yox, isti deyil anam. İç. Aha. Zeynəb, yemirsən, sən xəbərin var. Zeynəb sadəcə olaraq oyunda qatılıb ki, əsas böyük düşsün Zeynəbin şansı. Asiman, sən də çayından iç. Və əziz dostlarımız, çay da süzmüşəm ki, uşaqlara şirniyyat yeyirlər, ona görə boğazları göynəməsin. Zeynoş, sən o oyuna görə onu yeməlisən də qızım. Niyə kiçik düş, yeməm. Qızım, yemirsən aşkım? Niyə? İstəmirsən? Canın çəkmir onu. Yaxşı, yemə. Ürəyin istəmirsə məcbur deyil. Üçlü çubuq. Eyb yoxdur, mən onu düzəldəcəm. Sən də hamı bunu zəzəylə. Mən indi onları tüləyəcəm. Nə? Gətireyim 3-cünü. Tamam dostlar, Zeynəb xanımın sifarişi ilə keçirik. Bu 4-cü raundumuz gəlir. 4-cü raundumuza. Birini də yesin də. Yaxşı, əsəbləşmə Asiman, sən yeyəcəksən, əsas odur ye. Öz payımı yerim. Çox sinirlidir bu aralar Asiman. Neyse, başlayaq Asiman. Salamatçılıqdır. Yaxşı. Uşaqlar, keçdik 4-cü raunda. Başladıq. Dostlar, biz başladıq 4-cü raundumuza. Kağızlar kimdədir? Yenə şanslar yoxdur. Kağızlar özündəymiş. Zeynəb də bu dəfə, yenə də Zeynəb qarışdırsın. Zeynəb çox qəşəng qarışdırır. Azad belə. Əvvəl işte tərpənmir. Çay dağıdacaq, əl dəyəcək, çay dağıdacaq. Çək onu. Nə başı yerləri? Nə pis adam verdi. O bizləri də qaqaşa verdi, hə? Bizə nə verirsən? Zeynəb, bura qoymalısan, qaqaşlar özü seçim eləməlidir. Amma mənə yox. Yolların balalaşmıyor. Aç bir görək də Zeynoş, açmamış qışqırırsan. Balalaşmıyor. Oha, böyle düşür mənə. Görək nə düşdü Zeynəb sənə? Mən onda orta.
Dostlar, 4-cü raundumuzda Asimana böyük, Zeynəbə kiçik və Heydərə orta düşdü. Və bu 4-cü raundumuzun şirniyyatı Sneakers'dir. Asiman, al halal xoşun. Zəhmətimin haqqını yeyirsən. Zeynep'e qabla da verməsə elə eyni şeydir. Əlini də götür baxın. Nə istəyirsən bəs? Zeynəb yenə də dostlar yemir. Zeynəb burada nəsə görüb, amma bu Zeynəb nə istəyirsən başqa gözümə nəsə görünür bax. Zeynəb, məni? No. Zeynəb bir Asiman ye. Baxın. Siz bacarmırsınız da yeməyi. Zeynəb sizə başa salır. Zeynəb onlara göstər necə yemək lazımdır. Zeynəb kimi yeyin uşaqlar. Baxın səliqəli. Üstünə sürtmədən. Afərin. Zeynəb dadı var. Dadlıdır. Denən dadlıdır. Dadlı. Sənə qurban olum. Hə, ye. Dostlar, əslində Zeynəb oyunumuza qatılıb, amma biraz xəstəliyindən ötürü, yəni halsızdır. Ona görə də o şirniyyatlara, yəni heç yemək istəmir. Onu nəzərə alıram. Dostum, bu adı Zeynep belə eləyəndə taxtı elədi. Amma sən bunu mən eləyə bilirəm, babam eləyə bilir, daha bilib də eləyidir. Sən eləyə bilirsən. Zeynəb, dadlı elə, dadlı. Asiman, sən elə. Barmaqlarını bilir. Heydər, sən elə. Niyə birləşir də barmaqlar? Zeynoş, baxım, Zeynoş da elə. Heydərdə belə olur. Küçük verməmişəm. Yo, elədi. Neysə, tamam. Bugünkü Zeynəbi əyləndirmək üçün çəkdiyimiz vlogumuz bu qədər dostlar. Biz də sizin üçün əslində darıxmışdıq. Ona görə də Zeynəb xəstə olsa da, yəni video çəkdik. Günlük bizdən bu qədər. Gələn vloglarda görüşmək ümidi ilə Allaha əmanət olun. Kanalımıza abunə olmağı, bəyənməyi və izləmədə qalmağı unutmayın. Sizləri çox sevirik. Hələlik.